Bizdən bu ifadəni vuruqlarına ayırmaq tələb olunur. İfadəmizi ilk öncə vuruqlara ayırmaq üçün sadə bir şəklə gətirək. A kvadratını olduğu kimi saxlayaq və bu ifadəmizi minus b kvadrat minus 2bc plus c kvadrat şəklində yazaq. Görürük ki, bu ifadəmiz müxtəsər vurma düsturuna görə a kvadrat minus bu ifadənin yerinə b minus c kvadratını yaza bilərik. Bu ifadənin açılışı bizə bunu verir. Bunu isə a kvadrat minus b kvadratına görə a minus b, a plus b şəklində yaza bilərik. Onda bu ifadəmizi a kvadrat minus b minus c kvadratını a minus bu b minus c vuraq a plus b minus c şəklində yaza bilərik. Onda buradan biz a minus b plus c vuraq a plus b minus c almış olarıq.